Keçid eləyək dörd məzhəb imamlarının dövrünə. Dörd məzhəb imamları sahabə dövründə yaşayıb, tabiin dövründə, yoxsa ətbau tabiin dövründə? Yoxsa onlardan bəziləri tabiin, bəziləri ətbau tabiin olub? Dörd məzhəb imamlarının hamısı ətbau tabiindəndir. Yalnız İmam Əbu Hənifə rahimehullah haqqında ixtilaf edilib. Bəzi alimlər onun Ənəs bin Maliki gördüyünü deyirlər. Buna görə də onun tabiin olub olmamasında ixtilaf baş vermişdi. İmam Əbu Hənifə rahimehullah hicrətin 80-ci ilində dünyaya göz açıb. Deyildiyinə görə o Ənəs bin Maliki görüb. Ənəs radiyallahu anhu nə zaman vəfat edib? Hicrətin 93-cü ilində. İmam Əbu Hənifə rahimehullah hicrətin 150-ci ilində vəfat edib. Elə həmin il dörd məzhəb imamlarından biri ilə bağlı çox mühüm bir hadisə baş verir. Həmin il İmam Şafi rahimehullahın doğulmasına təsadüf edir. Hətta deyilir ki, İmam Şafinin dünyaya göz açması İmam Əbu Hənifənin ölüm gününə təsadüf edir. Dörd imamdan ikincisi İmam Malikdir. O hicrətin 93-cü ilində doğulub. Yəni Ənəs bin Malikin vəfat etdiyi ildə. Yəni İmam Malik ibn Ənəs ibn Malik hicrətin 93-cü ilində dünyaya göz açıb. İmam Malik Ənəs bin Malikin oğlu idi. Xeyr, İmam Malik Ənəs bin Malikə nisbət olunmur. İmam Malik rahimehullah hicrətin 179-cu ilində vəfat edib. Qeyd etdiyimiz kimi İmam Şafi rahimehullah hicrətin 150-ci ilində doğulub, yəni İmam Əbu Hənifənin vəfat etdiyi ildə və hicrətin 204-cü ilində isə vəfat edib. Daha sonra İmam Əhməd rahimehullah gəlir. İmam Əhməd hicrətin 164-cü ilində doğulub, 241-ci ilində vəfat edib. Dörd məzhəbə dair təfərrüatları danışmazdan əvvəl, bu dörd məzhəbin tarixi və elmi isnadından bir qədər bəhs edək. Daha əvvəl demişdik ki, sahabələrin fiqhi məktəbləri üç yerdə cəmlənmişdi. Mədinə, Məkkə və İraq məktəbləri. Mədinə məktəbində Zeyd bin Sabit və Abdullah ibn Ömər var idi. İbn Ömər fiqhi Zeyd bin Sabitdən almışdı. Ondan bir çoxları fiqh almışdı. Onlardan öndə gələnləri Nəfi və Səlim idi. Və İmam Malik də İmam Zühridən, o da Səlimdən, o da İbn Ömərdən elm almışdır. Bu isnad qızıl isnad, ən səhih isnadlardan hesab edilir. Yaxşı, bəs İmam Şafi fiqhi kimdən alıb? İmam Şafi fiqhi İmam Malikdən alıb. Hətta İmam Malikin Muvatta kitabını əzbərləyib və İmam Malikin huzurunda onu oxuyub. Və İmam Malik İmam Şafiyə deyib ki, oğlum, mən görürəm ki, Allah sənin qəlbinə nur qoyub. O nuru günahların zülməti ilə söndürmə. İmam Şafi İmam Malikin tələbəsidir. İmam Əhməd isə tam da onu Şafinin tələbəsi hesab eləmək olmaz. Bəzi məsələlərdə İmam Şafidən istifadə edib, fiqhi məsələlərdə xüsusən faydalanıb. Eyni şəkildə İmam Şafi də İmam Əhməddən bəzi hədis mövzularında faydalanıb. Deməli, biz İmam Malikin məzhəbinin isnadını öyrəndik. İndi isə Məkkə və İraq məktəblərinə gələk. Məkkə məktəbinin imamı Abdullah ibn Abbasdır. Ondan Amr bin Dinar, ondan da Süfyan ibn Üyeynə fiqh elmini təhsil etmişlər. Süfyan ibn Üyeynə də müstəqil məzhəb sahibi olmuş alimlərdəndir. Yəni Süfyan ibn Üyeynənin də tabe olunan bir məzhəbi olub. Lakin daha sonra bu məzhəb itib. İmam Şafi və İmam Əhməd Süfyan ibn Üyeynədən fiqh elmini təhsil etmişlər. Yəni hər ikisi Məkkə əhlinin fiqhini öyrənmişlər. İraq fiqhinə gəldikdə isə o Abdullah ibn Məsud və Əli ibn Əbu Talibin fiqhinə söykənir. İbn Məsuddan Əlqamə, ondan İbrahim, ondan Həmmad, ondan da İmam Əbu Hənifə fiqh elmini almışdır. Diqqət edin, indi bütün məzhəblər bir-birinə bağlanacaq. Beləcə hər fiqhi məktəbin bir-biri ilə rabitəsi var. Yeri gəlmişkən, alimlər deyir ki, Hənəfi məzhəbi təkcə İmam Əbu Hənifənin fiqhi deyil. Çünki Hənəfi məzhəbi cəmaət şəklində təsis edilmiş məzhəbdir. O dövrdə hansısa bir mövzu gündəm olduqda elm halqası toplanar və həmin mövzu müzakirə masasına yatırdılardı. Bu halqada İmam Əbu Hənifədən başqa böyük alimlər də iştirak edirdilər.
İmam Abu Yusuf kimi, Muhammed ibn Həsən əş-Şeybani kimi, Hafs bin Qiyas kimi və başqa alimlər öz fikirlərini müzakirə edib yekun bir qərara gələrdilər. Və sonda Abu Hanifə rahimehullah deyərdi ki, məsələn, ey Abu Yusuf, bu məsələ ilə bağlı fikrin nədir? Sonra başqasından soruşardı və beləliklə yekun bir görüş ərsəyə gətirilərdi. Məlumdur ki, İmam Əbu Hanifənin ən məşhur iki tələbəsi Muhammed ibn Həsən əş-Şeybani və Qadı Əbu Yusufdur. İmam Əhməd Qadı Əbu Yusufdan fiqh elmini təhsil etmişdir. Beləliklə onun Hənəfi məktəbi ilə sıx rabitəsinin olduğu anlaşılır. İmam Şafi də Muhammed ibn Həsən əş-Şeybanidən faydalanmışdır. Hətta İmam Şafi deyir ki, mən Muhammed ibn Həsənlə bir dəvə yükü elm qələmi almışam. Beləliklə İmam Şafi həm Maliki fiqhini, həm də Muhammed ibn Həsən əş-Şeybaninin yolu ilə Hənəfi fiqhini öyrənmişdir. İmam Əhməd də İmam Şafinin, o cümlədən Abu Yusuf vasitəsilə Hənəfilərin, həmçinin Süfyan ibn Üyeynə və başqalarının vasitəsilə Məkkə əhlinin fiqhini təhsil etmişdir. Və beləliklə dörd məzhəb arasındakı rabitə açıq-aydın görünür. Və İmam Əhməd ibn Həmbəl rahimehullah dörd imam arasında səhabələrin məzhəbləri ilə ən geniş fiqhi rabitəyə sahib olan kəsdir. Həmçinin o, səhabələrdən gələn rəvayətlər, o cümlədən fiqhi görüşlərlə bağlı ən çox biliyə sahib olan kəsdir. Əlbəttə ki, hər imamın özünə xas xüsusiyyətləri olmuşdur. Məsələn, İmam Əbu Hanifə rahimehullah münazirədə və hüccət gətirməkdə çox güclü idi. Hətta İmam Malik onun haqqında deyir ki, əgər o bu sütunun qızıldan olduğunu iddia eləsə, onu sübut eləmək iqtidarındadır. Əlbəttə ki, bu da Əbu Hanifənin güclü fiqhinə və hüccətinə dəlalət edir. İmam Əhməd rəvayətləri əhatə etməkdə olduqca güclü idi. Xüsusilə də səhabələrin rəvayətlərini bilməkdə digər imamları keçmişdi. Necə ki, Zədul Müstəqniyənin nəzmində deyilir ki, və huwa minəl əimmətil kibari və a'lamul cəmi'i bil əsəri. O, böyük imamlardandır və əsərləri də ən yaxşı bilən kəsdir. Qamə bil İsləmi hiynə əhcəmə kullun anil haqqi fələm yeftəh fəmə. Və hər kəs susub ağzını bağladıqda İmam Əhməd qiyam edib İslamı müdafiə etmişdir. Və əlbəttə ki, burada söhbət Quran məxluqdur fitnəsindən gedir. Yəni, fiqh məktəbləri bu şəkildə bir-birinə bağlanır. Bugün də özlərindən fiqh öyrəndiyimiz şeyxlərimiz öz isnadlarını bu dörd imama qədər çatdıra bilirlər. Yəni, məsələn, Şeyx Abdullah ibn Aqil, o Muhammed ibn İbrahimdən və yaxud İmam Abdurrahman Əs-Səadidən elm almışdır. Və onların da hər birinin fiqhi isnadı İmam Əhmədə çatmaqdadır. Bu fiqh elmi isnaddır. İsnad davam edir. Bu gün də tələbələr şeyxləri vasitəsilə bu isnadı əldə etməkdədirlər.